Ramazan ayının gündəlik duaları imsak və iftar vaxtına keçməzdən öncə kanalımıza abunə olmağı unutmayın. Mart ayının 9-u Ramazan ayının 19-cu günüdür. Martın 9-unda imsak vaxtı saat 05:36, iftar vaxtı isə saat 18:55-dədir. Ramazan ayının 19-cu gününün imsak duası belədir. İlahi, bu günün bərəkəti ilə məni bəhrələndir. Xeyirliklərə doğru yolumu hamarla. Bu günün ehsanını qəbul etməkdən məni məhrum etmə. Ey aşkar haqq yolunun hidayətçisi. İftar duası isə belədir. İlahi, sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət sahibi, günahlarımı bağışla. Allah orucunuzu qəbul etsin.